Salam aleykum, dəyərli izləyicilər, dəyərli Azərbaycan xalqı və Azərbaycan Rejissiyası Nəqliyyat Agentliyi rəhbərliyi. Buradan üzümü tutub bir xahiş eləmək istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi, vergi ödəyicisi kimi, yəni heç adi bir insan kimi, sıravi bir insan kimi. Bu taksilər üçün hər bir şey etdiniz, eyvallah dedilər, sustular, heç kəs səsini çıxartmır, nə deyirsiniz, baş üstə deyirlər. Sənəd aldılar, hər bir şey aldılar. Amma siz bir dənə bu taksi dayanacağını düzəldə bilmirsiniz. Bu, həqiqətən də çox böyük biabırçılıqdır. Yəni, necə ola bilər ki, bir dənə dayanacaq düzəltmək bu qədər problem deyil? Məsələn, baxıram, hal-hazırda Xətai metrosunun yanındayam və baxıram ki, hər yerdə Asparkingin parkovkaları var. Necə ola bilər ki, bu parkovkaların içərisində bir dənə xət ayırıb onu parkovka kimi deyil də taksi dayanacağı kimi etmək olmur. Məncə çox gözəl də olar. Minib düşmə yeri. Məsələn, hər parkingdə bir minib düşmə yeri düzəltsəz, vallah, mən əminliklə deyirəm ki, cərimələrin sayı çox azalar. Çünki artıq ora taksi dayanacağı kimi nəzərdə tutulacaq və hər kəs orada maşın saxlamayacaq, hər kəs maşınını minib, müştərini saxlayıb, düşürdəcək və rahatlıqla gedəcək öz işini də alacaq. Yəni bu, mənim kimi bir sıravi bir insanın ağlına gəldiyi halda necə ola bilər ki, orada idarə heyətindən heç kimin ağlına gəlməyib ki, yəni belə bir şey etsinlər. Yəni, çox bəsit bir şeydir. Sarı rəngdə xətlənmə olur və orada heç kim, yəni istənilən maşın, istər bahalı, istər ucuz və elə bir cərimə tətbiq edin ki, orada heç kim maşını gətirib saxlayıb gedəməsin. Okey, mən bir Azərbaycan vətəndaşı olaraq və əminəm ki, bu dediyimə çox sürücülər razı olacaq ki, orada maşın saxlamaq olmasın. Nəinki taksi sürücüləri. Məsələn, insandır, dostunu düşürtmək istəyir, yoldaşını düşürtmək istəyir. Bu adam fırlanır, içi mən qarşılığı qardaş. Fırlan qardaş, yer tapa bilmirsən maşını saxlamağa. Qardaş saxlasın, düşürtsün, çıxsın, geçsin, işini də alacaq. Maksimum 2 dəqiqə. Necə qeyd etmişsiniz, o minib düşmə yerlərində maksimum 2 dəqiqə və yaxud da 3 dəqiqə. Eynən də elə. Məncə bu təklifim gözəl təklifdir. Xahiş edirəm, dəyərləndirin və xahiş edirəm də ki, bu məsələyə bir fikir bildirin. Çox sağ olun, təşəkkür edirəm.